Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselam ala Resulillahil amin ve ala alihi tahirinel masumin ve la'nu daim ala a'daihim ecmaîn. Min alana ila yevmiddin. Allahumme ensurul İslam ve ehlah. Mübarek Ramazan ayıdır. Ve mübarek Ramazan ayında Allah'ın rahmet ve mağfiret süfrəsi açılıb hər birimiz bu rahmet ve mağfiret bağışlanma süfrəsindən pay götürməliyik. Və bu ayda Allah böyük mükafatlar verir. Öz rəhmətinin, həqiqi rəhmətin süfrəsini açıb və hər kəs bu rəhmət süfrəsindən faydalanmaq üçün şəraiti var. Yəni kimsə deyə bilməz ki, mən bu rəhmət süfrəsindən faydalana bilmədim. Hutbe-i Şabaniyədə Peyğəmbər əleyhissalam buyurur ki, Əyyuhənnas, mən fəttərə minkum saimən mu'minən fi hazə şəhr, kənə ləhu bizalikə indəllah itqu nəsəmətin və məğfiratun lima məza min zunubih. Həzrəti Peyğəmbər əleyhissalatu vesselam buyurur ki, ey insanlar, sizlərdən kim oruç tutan bir möminə iftar verərsə, bu mübarək ayda, Ramazan ayında Allah yanında bir qul azad eləməyin savabı var və Allah keçmiş günahların bağışlayar. Fəqilə ya Rasulallah və leysə kulluna nəqdir əla zalik. Bir nəfər dedilər ki, ey Allahın Resulü, axı bizim hamımızın gücümüz çatmır iftar verməyə. Peyğəmbər buyurdu, İttəqun nar وَلَوْ بِشَقِّ تَمْرَةٍ وَاتَّقُوا النَّارَ وَلَوْ بِشَرْبَةٍ مِنْ مَاءٍ. Həzrət buyurur ki, oddan qorxun, Allahın əzabından qorxun, məsuliyyətli olun. Və buyurur ki, bir dənə xurma ilə olmuş olsa, bir qurtum su ilə olmuş olsa, iftar verin. Yəni, həqiqətən çox önəmlidir. Bugünkü günümüzdə iftar süfrələrinin təşkil olunduğu günlərdir. Biz gərək buna diqqət eləyək. Bu məsələdə əslində Həzrəti Rasulullah həm paylaşmağın əhəmiyyətin, eyni zamanda sadəliyə diqqət çəkir. Ki, iftar süfrələrimiz gərək sadə olsun. Gərək iftar süfrələrimiz aşırı israfçılıqdan uzaq olsun. İnsanların yiyə biləcəyi təamlarla bəzənsin. Ki, Həzrəti Peyğəmbər əleyhissalam buyurur, kim bu ayda bir nəfərə, bir möminə, oruç tutan möminə iftar verərsə, Allah yanında bir qul azad eləməyin savabı var və keçmiş günahları bağışlanar. Bəs hamımızın imkanımız yoxdur. Həzrət buyurur ki, bir xurma ilə, bir qurtum su ilə olmuş olsa belə iftar verin. Yəni, mənası nədir? Mənası budur ki, əgər imkanımız varsa, hər kəs evində bu ilahi ziyafətin şərəfinə bir süfrə açsın və bir nəfər, 3 nəfər, 5 nəfər qohum əqrəbadan, tanışdan, möminlərdən təşkil eləsin. Və yaxud da heç eləyə bilmir, öz ailəsi ilə otursun və süfrənin başında oturanda mən götürüm, məsələn, xurmanı verim böğrümdəkinə, böğrümdəki suyu versin mənə, bir-birimizin iftar açmağımıza, iftar eləməyimizə vəsilə olsun. Bunun Allah yanında əcri var, mükafatı var. Bu çox mühüm məsələdir. Yəni ki, məsələn, ola bilər böyük məscidlərdə deyək ki, bir paçka xurma və yaxud da 1 kilogram xurma alıb su ilə bir yerdə iftar açanlara, orucların açanlara biz ehsan kimi paylaya bilərik. O da həmən savabım var. Hükümdür, mən evimə çağıram. İndi evimdə şəraitim yoxdur, alındıra bilmirəm. Bu və ya digər səbəblər eybi yoxdur. İnsan əlində xurma ilə məscidin qapısında dayansın, məscidin içində olsun. Əgər orada oruc tutub namaz qılmağa gələnlər varsa, onların iftar açanda xurmanı təklif eləsin ki, xahiş edirəm, mənim bu ehsanımla iftar uyac və həmin savaba nail olacaq. Ona görə bu çox mühüm məsələdir. Yəni, heç kəs bu günləri xurmanın acı deyil, heç kəs bir qırtırə suyun belə deyə susuzu deyil. Amma insanlar qarşılıqlı şəkildə bir-birlərinə diqqət ayırmalıdırlar, bir-birlərinə önəm verməlidirlər. İslam bir-birlərinə önəm verməyi çox tövsiyə eləyir. Və mümkünümüz varsa, bacarırıqsa evlərimizdə rəhmani süfrələr açılmalıdır. Allah bəyənən
məclislər, Allah bəyənən süfrələr açılmalıdır. Bu günləri gəlin qəbul eləyək ki, bizim evlərimizdə müxtəlif adlarla, müxtəlif cür növbənöv üstündə təamlar olan süfrələr açılır. Ad günü, nə bilim, nişan günü, toy günü, nə günü, cürəbəcürə adlarla, cürəbəcürə münasibətlərlə biz süfrələr açırıq. Bəzən də aşırı israfçılıq eləyirik. Bəzən Allahın haramlarına belə o süfrələrdə rast gəlirik. Amma biz mübarək Ramazan ayında eləyə bilərik. Allahın əmri olaraq, Peyğəmbər əleyhissalamın göstərişi olaraq, eyni zamanda özümüzün, ailəmizin, evimizin bərəkətli olması üçün evimizdə bir rəhmani süfrə açaq, Allah bəyənən süfrə açaq, orada iman gətirənləri, möminləri, oruç tutan insanları dəvət edib, onların orucun açmasına vəsilə olaq. Bu çox mühüm və bəyənilən məsələdir. Amma o ki, Zəmanə imamının barəsində danışırdıq və keçən dəfələrdə qeyd elədik ki, Zəmanə imamının əqidəsi, bizim ona əqidəmizin olması zərurətdəndir. Biz gərək Zəmanə imamına əqidə bəsləyək. Eyni zamanda onun kim olması, necə, nə cür olması barəsində müəyyən qədər danışdıq. Və keçən dəfəki söhbətdə qeyd elədik ki, bu barədə də məsxərə olunacaq. Bu qaçılmazdır. Yəni kimsə deməsin, gözləməsin ki, mənə deyəcəklər ki, əhsən sənə. Yox, mütləq məsxərə olunacaq ki, cəmaat aya uçur, bunlar gözləyirlər ki, 13-cü imam gələcək, dünyaya nicat verəcək. Bu məsxərəni gözünün önünə alın və buna özünüzü öyrəşdirin ki, hər bir dövrdə imam zuhur eləyənə qədər biz bu insanlarla bir yerdə yaşamaq məcburiyyətindəyik. Bu zamanın insanlarının, İmam Zaman dövründə yaşayan insanların çətin bir dövrü var ki, inşallah bundan bir yana bir-iki məclis bu barədə danışacağım. Bu çətinliklərin birin İmam Sadiq əleyhissalam belə buyurur. Nəhnu səbərna və şiətuna əsbəru minna. İmam Sadiq əleyhissalam buyurur ki, biz səbirliyik, amma bizim şiələrimiz bizdən də səbirlidirlər. Və zalikə ənə səbərnə alə ma nə'ləm və hum səbəru alə ma la ya'ləmun. Ona görə ki, biz bildiklərimizə səbr eləyirik. Yəni biz gedişatı bilirik, başa düşürük ki, nəyin nəticəsi nə olar və biz buna hazırlığımız olur və buna səbr eləyirik. Amma bizim tərəfdarlarımız isə bunlar bilmirlər. Onlar bir hadisə ilə rastlaşırlar, onlar problemə düşürlər, əqidələri uğrunda əziyyətə düşürlər və buna səbirli olurlar. İmam buyurur ki, onlar bizdən daha səbirlidirlər. Biz İmam Zaman əleyhissalamın intizarını çəkməliyik. Bunun intizarında olmalıyıq, gözləməliyik ki, Zəmanə imamı nə zaman zuhur eləyəcək, nə zaman tanınacaq, nə zaman ortalığa çıxacaq. Və bu dövr çox əhəmiyyətli bir dövrdür. Həzrət buyurur ki, Peyğəmbər əleyhissalam, əfzəlül ibadə intizarul fərəc. Ən böyük ibadət fərəcin intizarında olmaqdır, qurtuluşun intizarında olmalıdır. Əlbəttə, bunun iki mənası var. Birinci mənası budur ki, insan heç zaman naümid olmamalıdır. Həmişə düşdüyü vəziyyətdən çıxış olacağını düşünməlidir. Aləmə Allahın nəzarət eləməsini unutmamalıdır, Xaliqin olmasını unutmamalıdır. Birinci budur. İkinci mənası isə ümumi dünyanın ədalətlə dolacağın, ədalətli idarə olunacağına da bunun ümidsiz olmamalıdır. Nə qədər dünyada zülmlər artırsa artsın, bunların hamısı o ədalətli dövrün müqəddiməsi hesab olunur. İnsanlar bir gün bu zülmlə doyacaq və həqiqi ədalətin, həqiqi rəhbərin intizarında olacaqlar, axtarışında olacaqlar. İmam Cavad əleyhissalam buyurur ki, əfzəlu ə'mal-i şiətina intizarul fərəc. Bizim tərəfdarlarımızın ən fəzilətli əməli fərəcin intizarında olmalıdır, olmağıdır. Bu çox mühüm məsələdir və biz buna diqqət eləməliyik. Və bu dövr, bu saydığım xüsusiyyətlər əslində və sayacağım hədislər qeyd edəcəm, bunlar bizdən danışır, biz özümüzü kiçik bilməməliyik. Bizim Allah yanında məqam və dəyərimiz var. Əlbəttə, bu insanı qürrələndirməməlidir, insanı təkəbbürə vadar eləməməlidir. Bütün bu fəzilətləri bizə verən Allaha həmd olsun, Allah verir bu neməti bizə. Biz Əhl-i Beytin vasitəsilə zinətləndirik, Əhl-i Beytin vasitəsilə ucalırıq. İmam Sadiq əleyhissalam buyurur,
Çox qiymətli hədisdir. Buyurur Su'ilani Sadiq. İmamdan soruşdular ki, ya İbn Resulullah, ahirət zamanda olan insanlar ki, fərəcin intizarında olacaqlar. Bunlar barəsində bizə məlumat ver. Bunlar kimdir? Həzrət buyurdu ki, mən matə muntəzirən lihazəl əmr kânə kəmən kânə mə'əl qaimi fi fustatihi la bəl kânə kəzzaribi beynə yədəy Rəsulullahi bis-seyf. Həzrət buyurur ki, intizar halında zamanə imamının zuhurunun intizarın gözləyən halda dünyasını dəyişən şəxs imamla bir xeymədə oturmuş və Peyğəmbərin huzurunda qılınc vuran şəxs kimidir. Hədisin əzəmətinə baxın. Hədisin davamında Həzrət buyurur ki, "Vallah illa kəmən istuşhidə mə'a Rasulillah." And olsun Allaha, bunlar Həzrəti Peyğəmbərin huzurunda Peyğəmbərlə birlikdə şəhid olanların savabı var bunlarda. Görün, nə qədər biz əhəmiyyətli bir dövrdə yaşayırıq, nə qədər biz özümüzə diqqətli olmalıyıq, nə qədər əqidəmizə diqqətli olmalıyıq. Bir dənə də gözəl kəlam oxuyum sizə İmam Sadiq əleyhissalamdan. Bir nəfər yaxınlaşdı İmam Sadiq əleyhissalama, buyurdu ki, "Cu'iltu fidak, qad kabira sinni, və daqqa azmi, və qtaraba əcəli, və qad xiftu an yudrakani qabla hazal amril maut." Deyir, dedim ki, sənə qurban olum ağa, mənim yaşım çoxalıb, artıq zəifləmişəm, əcəlim çatıb. Qorxuram ki, zamanə imamının zuhurun dərk eləmədən mən dünyamı dəyişəm. Nə deyirsən mənə bu arada? Diqqət edirsiniz, deyirsiniz ki, bu zamanə imamından danışır, amma digər əhl-i beyt imamlarının hamısı bundan danışır. O dövrün, öz zamanə imamının dövründə yaşayan insanlar bizim dövrümüzdə yaşamağın təmənnasını eləyiblər. Bizim dövrümüzdə yaşamağın arzusunda olublar. O qədər bu dövrün əhəmiyyəti var. Əhl-i beyt imamları da bu dövrün əhəmiyyətini o qədər onların gözündə qabardıb ki, haqq olaraq onlar hamısı soruşurlar ki, qorxuruq, birdən ölüm bizi haqlayar, amma biz zamanə imamın görmərik. İmam buyurdu, ya Əba Həmzə, Əv mə tərəş şəhid illə mən qutilə, sən elə bilirsən ki, şəhid təkcə ilə öldürülən adama aiddir, Allah yolunda öldürülənlər təkcə şəhiddir. Qultu nəam, cu'iltə fidak. Deyir, dedim, bəli Allahın Peyğəmbər balası. Elə fikirləşirəm. Həzrət buyurdu ki, ya Əba Həmzə, mən amənə bina və saddəqə hədisənə və əntəzərə, hər kim bizə iman gətirə, bizi təsdiq eləyə sözümüzü və intizarda ola, fərəcin intizarında ola, kanə kəmən qutilə təhtə rayəti qaim, bəl vəllah təhtə rayəti Rasulullah. Buyurdu ki, bu insan Allah Rəsulunun bayrağının altında olan kimidir. Ardıca buyur, bayrağının altında öldürülən kimidir. Ardıca buyurur ki, xeyr, and olsun Allaha, Peyğəmbər bayrağının altında öldürülən şəxs kimidir. Yəni bir adam zamanə imamına etiqadı olduğu halda yaşaya və bu etiqadda səmimi ola, xalis ola, Allah Təbarək və Teala'nın huzurunda şəhid qismində gələcək. Zaten hədislərdə var, bütün mənbələrdə var. Mən matə alə hubbi ali Muhammed matə şəhida. Hər kim ali Muhammedin Peyğəmbər ailəsinin məhəbbəti ilə ölsə, şəhid hökmündədir, şəhiddir. Bu çox mühüm məsələdir. Ona görə bu sadaladığım məsələlər elə bilirəm, mövzunun əhəmiyyəti üçün kifayət eləyir. Əlbəttə biz bu barədə çox danışa bilərik. Bu barədə çoxlu hədislər var. Amma önəmli olan bizim bu hədisləri necə qəbul eləməyimizdir. Biz bu hədisləri təkcə fəzilət olaraq qəbul eləməməliyik. Təkcə düşünməməliyik ki, zamanə imamının intizarını çəkən insan Allah Rəsulunun bayrağının altında öldürülən şəxs kimidir. Təkcə belə fəzilət deyil, mən də imamı gözləyirəm. İmamı gözləmək Allah hökmlərini ciddi əməl eləməklə olur. Əgər insan Allah hökmlərinə, üzərinə düşən gündəlik şər'i vəzifələrinə ciddi riayət eləmirsə, ya ümumiyyətlə riayət eləmirsə, bu dövrdə yaşamaq onun üçün fəzilət deyil. Əksinə,
qiyamətdə onun vizri və balı çətin olacaq. Deyəcəklər ki, sənin bu cür şəraitin var idi. Sənin əgər həqiqətən də səmimi əqidən düz olsaydı, sən bu gün məhşərə Peyğəmbər yolunda şəhid olanlarla bir yerdə gələ bilərdin. Amma sən bədbəxt bundan faydalanmadın. Ona görə zamanə imamının intizarın çəkmək ən fəzilətli əməllərdən biridir. İnşallah danışacağım sabah birisi gün mühüm mövzularda. Allah mənə yardım eləsin ki, bu mövzuları çatdıra bilim. Nə qədər əhəmiyyətli məsələlər var bu barədə. Sadəcə bu günləri istədim sizə bir neçə dənə hədis oxumaqla bunu başa salım ki, bunu deyim Peyğəmbər Əhl-i Beytinin dilindən ki, dövrümüzün əhəmiyyətini başa düşək, dövrümüzün əhəmiyyətini anlayaq. Bu dövr zamanə imamının intizarında olmaq fəzilətli, ən fəzilətli zamanlardan biridir. Həzrəti İmam Səccad əleyhissalam buyurur ki, ya Əba Xalid, İnnə əhlə zamanı qeybətihil qailinə bi imamətih vəl muntazirinə li zuhurihi əfzəlu min əhli kulli zaman. Buyurdu ki, ey Əba Xalid, həqiqətən zamanə imamının qeybətində o ki, cəmaatın arasında olmayacaq, o dövrdə yaşayan insanlar və onun zühurunu gözləyən insanlar bütün zamanlarda yaşayan insanların hamısından fəzilətlidirlər. Balaca fəzilət deyil bu. Əfzəlu min əhli kulli zaman. Bütün zamanlarda yaşayanlardan fəzilətlidir. Bu zamanda zamanə imamını tanıyan və zamanə imamının zühurunun intizarında olan şəxs. Zamanə imamımızın intizarında olaq. Gözləntimiz bu olsun ki, bir gün ağa gələcək və zülmlə dolmuş dünyanı ədalətlə bərqərar eləyəcək, ədalətlə dolduracaq Allahın izni ilə. Allah hər birimizi bu işdən müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.